kuprum SO4 plus H2O. Bizə deyir ki, hansı reaksiyadan alınan duz məhlulda kalium AH reaksiya daxil olur. Bilirsiniz ki, kuprum SO4 suda həll olur. Onun üzərinə kalium OH gəlsə, alınacaq kuprum OH2. Deməli, birinci reaksiya doğrudur. Yəni, bu ifadəni ödəyir. Çünki kuprum OH2 mavi rəngli çöküntüdür və birinci reaksiya gedir. İkinci reaksiyadan alınır kalium 2H H3PO3 əvəz onu deyim, 2 əsaslı turşudur, istisna turşudur. 2 əsaslı turşu olduğuna görə 2 dənə də OH çıxır. 2 dənə əsaslılığı göstərən H-la. Geriyə qalır kalium HPO3. Kaliumun da sayı 2 olduğu üçün ayağına 2 yazın və bu belə görsənməyinə baxmayın. Bu normal duzdur, yadınızda saxlayın. Çünki istisna turşudur və 2 əsaslı olduğu üçün 2 əsaslılıq da OH-la birgə getdiyi üçün geriyə qalan hidrogen heç bir əsaslılıq malik deyil. Və onu da kalium OH reaksiyasından bilirsiniz ki, heç nə. Kalium OH reaksiyasından kalium 3 burada getməyəcək. Bu reaksiya getmiş. 3 çünki heç nə alınmayacaq. Nə alına bilər? Heç nə. Nə çöküntü alınır, nə su alınır, nə də qaz alınır. Üçüncüdə isə alınır NH3 3 dəfədir deyə. Ona görə NH4 3 dəfə, PO4 alınır. Əgər NH3 sayı 3 ədəddirsə və turşu qabığı 3 variantlidirsə, demək NH4 3 dəfə, PO4 alınır və bunun da üzərinə kalium OH gələndə bilirsiniz ki, NH4 ilə nə ilə təyin olunur? OH-la alınır NH4OH. NH4OH kəskin iyilidir. İyinə görə onu təyin edirlər. Deməli, bu reaksiyada gedər. Kalium OH-la alınan maddə, yəni alınan duz kalium OH reaksiyaya girdiyi üçün Y variantı olacaqdır.